Rus dili onlayn dərslər. Birinci sözümüz olacaqdı salam. Rus dilində salam, привет. Sağ ol, спасибо. Xudahafiz, до свидания. Bəli, да. Xeyr, нет. Zəhmət olmasa, пожалуйста. Bağışlayın. Veya простите. Necəsən? Как дела? Mən yaxşıyam. Я хорошо. Adın nədir? Mənim adım. Меня зовут və adınızı deyirsiniz. Haralısan? Откуда ты? Mən Azərbaycanlıyam. Я азербайджанец. Veya deyə bilərsiniz ki, Azərbaycanka. Ya Azərbaycanец bunu kişilər deyir, ya Azərbaycanka bunu isə qadınlar deyir. Növbəti sözümüz mən başa düşmürəm. Я не понимаю. Я не понимаю. Kömək edin. Помогите. Помогите. Neçəyədir? Сколько стоит? Hardadır? Где? Bura gəl. Иди сюда. Gözəl. Красивая. Yemək. Еда. Əziz izləyicilər, əgər siz də qrammatikalı və qrammatikasız rus dilini öyrənmək istəyirsinizsə, həm xanımlar, həm bəylər, həm məktəblilər sinifindən asılı olmayaraq, həm universitet tələbələri, həm də ki, işləyən xanımlar və bəylər. Kim rus dilini öyrənmək istəyirsə, Rusiyada yaşır və ya Rusiyada oxuyur və rus dilindən əziyyət çəkirsə, yəni rus dilini bilmirsə, həmçinin patent imtahanı üçün rus dilini öyrənmək istəyirsinizsə, o zaman zəhmət olmasa burada gördüyünüz nömrə ilə əlaqə saxlayın. 050 840 55 22. Dərslərimiz onlayndır. Fərdi və qrup dərsləri üçün müraciətlərinizi gözləyirəm. Bir daha təkrarlayıram. Salam. Привет. Sağ ol. Спасибо. Xudahafiz. До свидания. Bəli. Да. Xeyr. Нет. Zəhmət olmasa. Пожалуйста. Bağışlayın. Извините və ya простите. Necəsən? Как дела? Mən yaxşıyam. Я хорошо.
Adın nədir? Как тебя зовут? Mənim adım Меня зовут. Haralısan? Откуда ты? Mən Azərbaycanlıyam. Ya Azərbaycanец, bunu kişilər deyir. Ya Azərbaycanka, bunu qadınlar deyir. Mən başa düşmürəm. Я не понимаю. Kömək edin. Помогите. Neçəyədir? Сколько стоит? Hardadır? Где? Bura gəl. İdi suda. Gözəl. Красивая. Yemək. Yeda. Kanalımıza abunə olmağı, like atıb rəy yazmağı və bu videonu da başqa dostlarınızla da paylaşmağı unutmayın. Növbəti dərslərə qədər. До свидания.